Gəlin bugün sizə çox qədim bir rəvayət danışım. Bir-birinə qovuşmaq üçün demək olar ki, imkansızı bacaran iki sevginin hekayəsini. Bu əzəmətli dağın və sonsuz dənizin dastanıdır. Gəlin elə birlikdə bu əbədi sevgi hekayəsinin dərinliklərinə baş vuraq. Yəqin ki, bu sualı hər birimiz həyatımızda ən azı bir dəfə özümüzə vermişik. Bugünkü rəvayətimizin də əsas mövzusu bax elə budur. Görəsən, bu qədim hekayə bizə bu əbədi sualın cavabını necə pıçıldayacaq? Hekayəmiz, bilirsiniz, dünyanın hələ çox gənc olduğu, təbiətin sirlərlə dolu olduğu o uzaq-uzaq zamanlarda başlayır. Bu, bir-birini hər an görən, varlığını hər an hiss edən, amma bir-birinə əsla toxuna bilməyən iki aşığın hekayəsidir. Onlar bir-birindən necə də fərqli idilər. Təsəvvür edin, bir tərəfdə vüqarlı, başı buludlara dəyən, qarlı zirvələri ilə göylərə ucalan o əzəmətli dağ. Digər tərəfdə isə dərinliyi mavi dalğaları ilə sonsuzluğa qədər uzanan sirli dəniz. Sanki bir-birinin tam əksi idilər. Amma bəlkə də elə bu ziddiyyət onların sevgisini daha da alovlandırırdı. Onların öz aralarında sanki sözsüz bir ayinləri var idi. Hər səhər dağ günəşin dənizin üzərindən necə doğduğuna heyranlıqla baxardı. Hər axşam da dəniz günəş batarkən dağın zirvələrini bürüyən o qızılı rəngə baxıb dərindən bir kök sötürərdi. Aralarında kəlmələr yox idi, amma sonsuz bir heyranlıq vardı. Amma bilirsiniz necədir? Zamanla bu səssiz heyranlıq dözülməz bir həsrətə çevrildi və bax, hekayənin dönüş nöqtəsi də elə o həsrətin səbəb olduğu göylərdə əks-səda verən bir fəryadla başladı. Bir gün dağ artıq dözə bilmədi. Ürəyindəki bütün o sevgi və acı ilə göylərə elə bir fəryad qopartdı ki, bu sadəcə bir istək değildi. Yox, bu sevginin ən dərin yerindən gələn bir üsyan idi, bir yalvarış idi. O sözlərdəki gücü, o çarəsizliyi hiss edə bilirsinizmi? Və göylər bu fəryada səssiz qalmadı. Gələn cavab isə həm aydın, həm də çox sərt idi. Qovuşmaq üçün fədakarlıq lazımdı. Bir anlıq düşünək. Əslində bu, bütün böyük sevgi hekayələrinin təməl daşı deyilmi? Sevgi həmişə özümüzdən bir parça verməyi tələb etmirmi? Şərtlər isə həqiqətən də çox ağır idi. Dağ, əsrlər boyu qürur mənbəyi olan o ağ libasından, qarlı zirvəsindən vaz keçməli idi. Dəniz isə, o da öz varlığının bir parçasını, sularını günəşə verib buxara çevirməli idi. Bu sadəcə qar və su itkisi deyildi. Bu, onların kimliyindən, qürurundan imtina etməsi demək idi. Sırf sevgi üçün. Amma əsl sevginin gücü də elə burada ortaya çıxır. Onlar bir an belə tərəddüd etmədilər. Çünki bilirdilər ki, qovuşmaq üçün hər şeyə, hər bir fədakarlığa dəyər. Dağ o an işə başladı. Onun vüqarının simvolu olan o əzəmətli qarlar əriməyə, yamaclarından büllür kimi sular süzülməyə başladı. Bu sular çaylara çevrilərək sanki bir məqsədə doğru, sevgilisinə doğru tələsirdi. Düzdür, dağın o əvvəlki əzəməti, ucalığı sanki azalırdı, amma bu bir məğlubiyyət deyildi. Əsla. Bu, sevgi uğrunda edilən ən böyük çevrilmə idi. O fiziki olaraq kiçilsə də, ruhən daha da böyüyürdü. Eyni zamanda o biri tərəfdə dəniz də öz fədakarlığını göstərirdi. Günəşin yandırıcı istisinə qarşı durmaq əvəzinə qoynunu açdı və damla-damla varlığını göylərə, sevgilisinə doğru yolladı. Bu, dənizin öz sevgisini buludlara yazdığı bir nəğmə idi. Və bax bu qarşılıqlı, tərəddüdsüz fədakarlıq heç kimin xəyal belə edə bilməyəcəyi qədər möhtəşəm bir qovuşma ilə nəticələndi. Bu, bədənlərin deyil, ruhların əbədi birləşməsi idi. Küləklər sanki bu sevginin qasidi oldular. Dənizin sevgisi ilə dolu o buludları qanadlarına alıb birbaşa dağın o həsrət çəkən zirvəsinə apardılar. Bu, dənizin dağa göndərdiyi sevgi məktubuydu sanki. Və budur o möhtəşəm an. Dağın fədakarlığından yaranan çaylar axıb dənizə qovuşdu. Dənizin fədakarlığından yaranan buludlar isə dağın təpəsinə sevgi yağışı olaraq yağdı. Artıq ayrı deyildilər. Bir-birlərinə toxuna bilməsələr də, bir-birlərinin canına qarışmışdılar. Əbədi bir dövran başlamışdı. Bu hekayənin ən gözəl tərəfi də odur ki, onların sevgisinin izləri bugün də təbiətdə, elə gözümüzün önündə yaşayır. Hər dəfə dağdan axan bir çay görəndə, bilin ki, bu, dağın dənizi olan bitməyən həsrətidir.
Və dənizin üzərində o sirli dumanı görəndə, bu da dənizin dağa olan əbədi vəfasının bir sübutudur. Onların sevgisi təbiətin özünə çevrilib. Beləliklə, rəvayət bizə ən vacib dərsi verir. Həqiqi sevgi üçün məsafə sadəcə bir illüziyadır. Fədakarlıqla yoğrulanda uzaqlar yaxın olur, imkansız görünən hər şey isə mümkünə çevrilir. Məhz bu, onların hekayəsinin bizə pıçıldadığı əbədi həqiqətdir. Və biz bu hekayəni burada sizi düşünməyə vadar edən bir sualla bitiririk. Dağ və dənizin bu möhtəşəm hekayəsindən sonra sizcə içində zərrə qədər də olsa fədakarlıq olmayan bir sevgi həqiqətən də yaşaya bilərmi? Bu sualın cavabı isə yəqin ki, hər birimizin öz qəlbində gizlidir.